Məsəl çəkirim, heç afisant işləməyib. Təsəvvür kimsə gəlib deyir ki, mən dostum kofe məkanı işlədir. Orada partladır da. O da ona baxır. Heç bilmir iş hardan başlayır, harda bitirmək lazımdır. Biraz pul tapır oradan buradan borca. Gedir kofe shop açır özünə. Çox vacib olan tərəf odur ki, sən sabah rəhbər olacaqsansa, hansısa biznes sahibi olacaqsansa, sən mütləq hansısa biznesmenin yanında, onun yanında işləməlisən və onun dediklərini eləməlisən. İndi o biznesmen yaxşıdır, pisdir, o sonraki məsələdir. İnsanlar var ki, məsələn, ciblərində pul var, bilmirlər nə ilə məşğul olsunlar, hara pul yatırsınlar. Və işi bilmirsənsə, mən məsləhət görmürəm o pulu yatıstırmağa. Ən lazımlı tərəf nədir? Düzgün adam tapasan, ən vacibi. Düzgün adam tapdınsa, işlər bölünməlidir. Sən bildiyin işə, bir də onun bildiyi işə. O halda o sintez yaranacaq. Məsələn, mən tutalım bugün mediadayam və sən bugünkü gün restoran işini bilirsən. Sən restoran işini bildiyinə görə öz işini görəcəksən. Mən isə mediada olduğuma görə onun reklamı ilə, marketinqlə məşğul olacağam. Onda olacaq belə.